Selam, her vaxtınız xeyir olsun. Bugün sizinle DİM 20'dən 20 test toplusundan sınaq 13-ün izahına baxacağıq. Birinci sualda bizdən istəyir vəzlər barədə bir sualdır. Qeyd edir ki, epifiz vəzisi aid olduğu vəzi qrupu daxili sekresiya vəzisidir. Hazırladığı hormon, epifizin hazırladığı hormon bilirik ki, melatonin hormonudur. Avtomatik olaraq somatotrop olan variant, kalsitonin olan variant və Y variantı gedir. Qalır B və C variantları. İkinciyə baxırıq. Elə bir vəzidir ki, qarışıq vəzidir və androgen hormonunu hazırlayır. Androgen və testosteron hormonunu hazırlayan bilirik ki, toxumluqdur. İkinci hissədə toxumluq olan da C variantıdır. Avtomatik B-də getdi. Amma Z-i də tapaq. Mədə-altı vəzi bilirik ki, vəzi qrupu olaraq qarışıq vəzlərə aiddir. Hazırladığı hormon isə qlikagon və insulindir. Deməli, C variantı burada bizdə doğru variant oldu. İkinci sualda, insan sakit halda 28 tənəffüs hərəkəti edərsə, bu müddət ərzində onun ürəyinin ümumi boşalmasına neçə saniyə vaxt sərf olunur? Birinci baxaq ki, 1 dəqiqədə insan 16 tənəffüs hərəkəti edir. X dəqiqədə nə qədər edər? 28 tənəffüs hərəkəti. Yəni, birinci nə etməliyik? 28-i 16-ya bölməliyik ki, baxaq görək bu prosesə nə qədər vaxt sərf olunmuş olub. Buradan alırıq 1,75 dəqiqə. Nə soruşur sonra bizdən? Bu müddət ərzində ürəyin ümumi boşalmasına neçə saniyə vaxt sərf olunur? Yəni, nə etməliyik? 1,75-i saniyəyə çevirməliyik, 60-a vurmalıyıq. 60-a da vurduqda, burada bizdə 105 alınır. Daha sonra, deməli, birinci bu, ikinci bu. Üçüncü nə edirik? Biz bilirik ki, 0,8 saniyəlik ürək siklında ümumi diastolaya, yəni ümumi boşalmaya 0,4 saniyə vaxt sərf olunur. Hansı ki, bu ürəyin istirahəti olaraq qeyd olunur. 105 saniyədə nə qədər olacaq? X olacaq. Nə edirik? X-i tapmaq üçün 105-i 0,4-ə vuruq, 0,8-ə bölürük. Bu zamanda cavab olaraq 52,5 almış oluruq. Yəni, doğru variant D variantı olmuş olacaq. Üçüncü sual. Eyler-Venn diaqramına uyğun bəndi müəyyən edin. Yenə də vəzlərlə bağlı olan bir sual. Bədən boşluğunda yerləşir. Biz bilirik ki, yumurtalıqlar çanaq boşluğunda yerləşir, amma toxumluqlar hər hansı bir bədən boşluğunda yerləşmir. Deməli, birinci fikir olacaq yumurtalığa. Testosteron və androgen hormonunu hazırlayan, bayaq da qeyd etdiyim kimi, toxumluqlardır. Estrogen və progesteron hormonlarını hazırlayan yumurtalıqlardır. İkinci cinsi əlamətlərin yaranmasında iştirak edir hər ikisi. Axacaqları sidik kanalına açılan toxumluqlardır. Kişilərdə sidik kanalı tək sidiyi yox, həmçinin toxumluğun ifraz etdiyi spermanı da xaricə çıxarır. Amma qadınlarda isə sidik kanalı sadəcə sidiyi xaric edir. Xarici sekresiya vəzisi kimi hüceyrə ifraz edir. Toxumluqlar bilirik ki, xarici sekresiya vəzisi kimi spermatozoid, yumurtalıqlar isə yumurta hüceyrə ifraz edirlər. Deməli, bu da ortaq xüsusiyyət olmuş oldu. Nə edirik? 2, 5, 1, 3, 4, 6. Yəni, doğru variantımız C variantı olmuş olacaq. Dördüncü suala baxaq. Nöqtələrin yerinə uyğun gələn sözlərin ardıcıllığını müəyyən edin. Orta qulaqda bilavasitə arxasında bir-biri ilə bağlı kiçik sümük yerləşir. Deməli, biz bilirik ki, orta qulaqda 3 ədəd sümük yerləşir. Nəyin arxasına yerləşir? Təbil pərdəsinin. Deməli, yazırıq. Orta qulaqda bilavasitə təbil pərdəsinin arxasında bir-biri ilə bağlı 3 kiçik sümük yerləşir. Burada diqqətli olun, 3 fikirləşib birdən bu birini seçərsiniz. Orta qulaq nə vasitəsilə burun qulaqla əlaqələnir? Yevstah borusu, yəni eşitmə borusu ilə. 1. Deməli, doğru ardıcıllıq 5-2-1 olacaq. Onu da qeyd edim ki, eşitmə borusunun eşitmədə xüsusi bir rolu yoxdur. O, təzyiqin bərabərləşməsində rol oynayır.
Burada doğru variantımız A variantı olacaq. Beşinci sualda. DNT molekulunun bir hissəsində nukleotidlərin ümumi sayı 3200-dür. Qeyd edirəm, n bərabərdir 3200. Əgər bu nukleotidlərdən 600-ü timindirsə, davam etmədən bir dənə o biri nukleotidləri çıxardıq. Adenin də deməli timin sayına bərabər olduğu üçün 600. Sitozinlə guaninə nə qədər qalır? 600, 600 bunlardırsa 1200. 3200-dən 1200 çıxaram 2000. Deməli sitozin 1000 ədəd, guanin 1000 ədəddir. Onda bu hissədəki 3 qat hidrogen rabitələrinin sayının 2 qat hidrogen rabitələrinin sayına olan nisbətini hesablayın. Biz bilirik ki, 3 qat rabitə sitozin və guanin arasında, 2 qat rabitə isə timin və adenin arasındadır. Və fikir verirsinizsə, 3 qat rabitənin sayı sitozinin və ya guaninin sayına, 2 qat rabitənin sayı timinin və ya adeninin sayına bərabərdir. İndi bizdən 3 qat rabitənin 2 qat rabitə olan nisbətini istəyir. 3 qat rabitə nə dedik? Sitozinin və ya guaninin sayına. Deməli, 3 qat rabitəmiz 1000-dir. 2 qat rabitə timinin və ya adeninin sayına. Deməli, bunun da sayı 600 oldu. Bu da 200 ixtisar getsə, 5-in 3-ə nisbətində alınmış olur. Doğru variantımız Y variantı. 6-cı sual. Şəkildə ağlı qışa, göz bəbəyi və şüşəyə bənzər cisim hansı rəqəmlə göstərilib? Ağlı qışa gözü xaricdən örtən qışadır və onu qoruyur. Deməli, ağlı qışamız nədir? 5-dir. Elə digərlərini bilməsək də variant olaraq A-nı alırıq. Çünki A bizdən ağlı qışanı istəyirdi, o da 5 idi. Amma digərlərinə yenə baxırıq təbii ki. Göz bəbəyi hardadır? Göz bəbəyi bu hissədədir. Qüzehli qışağının mərkəzində. Yəni, nə ilə işarələnib? 3 ilə. Sonra nə istəyir? Şüşəyə bənzər cisim. Şüşəyə bənzər cisim nədir? Əsas hissəni, göz almasının əsas hissəsini təşkil edən 4 şüşəyə bənzər cisim olacaq. Sonra digərlərinə də baxsaq, deməli, bir nədir? Bir ağlı qışağının önündən keçidi buynuz qışağıdır. 2 qüzehli qışağının arxasında billurdur. 3 artıq dedik, 4-ü dedik, 5-i dedik. 6 görmə sinirinin çıxdığı yer, yəni kor ləkədir. 7 isə ağlı qışağının altında olan damarlı qışağıdır. Deməli, burada doğru variantımız A variantı olmuş oldu. Keçək növbəti suala. 7-ci sualda bizdən nə istəyir? Maylanmada bilavasitə iştirak edən qametlərin sayı, göbək ciyəsinin sayı, yaranan ziqot sayı. Bir yumurta əkizidir deyir. Bir yumurta əkizidirsə, deməli mənim ziqotum nə qədər olub? Bir dənə olub. Çünki bunlar hamısı eyni yumurta əksidir. Eyni yumurta əksində ziqot və cift sayı bir ədəd olur. Bir ziqot yaranıbsa, mayalanmada neçə qamet iştirak edər? Təbii ki, 2 qamet. Göbək ciyəsinin sayı isə dölün sayına bərabərdir. Yəni, bu o deməkdir ki, burada uşaqların sayı 3 ədəddir. Keçdik növbətisinə. 4 dənə qamet iştirak edib mayalanmada və müxtəlif yumurta əksidir. Yaranan ziqot sayı da 2 ədəddir. Deməli, hər ziqotun yaranmasına 2 qamet iştirak edib. Və biz bilirik ki, müxtəlif yumurta əksidirsə, hər ziqotdan ayrı uşaq dünyaya gələcək. Yəni, neçə uşaq dünyaya gələcək? 2 uşaq. Və uşaqların sayı fərqi yoxdur. Eyni yumurta əksi olsa da, fərqli də olsa, göbək ciyəsinin sayı uşağın sayına bərabərdir. Ona görə burada Y-da 2 olmuş olur. Bizdən də X z Y-ın cəmi istənilir. 2, 2, 1, yəni 5 olmuş olacaq. Doğru cavab B variantı. 8. Bərabər sayda götürülmüş çay xərçəngi, xaçlı hörümçək, may böcəyi
Necə götürülüb bərabər saydı? Yəni hərəsinin x dənədir. Bunlarda 264 ədəd yerimi ayağı varsa, bu boğma ayaqlarda neçə bığcıq saymaq olar? Gəlin baxaq. Bir xərçəngdə 5 cüt, yəni 10 dənə yerimi ayağı. Bir hörümçəkdə 4 cüt, yəni 8 dənə yerimi ayağı var. Bir may böcəyində 3 cüt, yəni 6 yerimi ayağı mövcuddur. Hər dəfə bir cüt azaldın. Xərçəng kimlərdə 5 cüt, hörümçək kimlərdə 4 cüt, böcəklərdə, yəni həşəratlarda isə 3 cütdür. Deməli, hərəsinin sayı x-dırsa, çay xərçənglərində ümumi 10x qədər ayaq, hörümçəklərdə 8x ayaq, may böcəyində də 6x ayaq olar. Və bərabər eləyərik nəyə? 264-ə. 24x bərabərdir 264, x bərabərdir 11. Bu o deməkdir ki, məndə 11 dənə çay xərçəngi, 11 hörümçək, 11 may böcəyi mövcuddur. Və bığcığı istəyir. Gəlin baxaq. Biz bilirik ki, bunu bura ataq. Aha. Biz bilirik ki, çay xərçəngində 4 dənə bığcıq var. 2 uzun, 2 qısa. Xaçlı hörümçəkdə bığcıq yoxdur. May böcəyində isə 2 ədəd bığcıq var. İndi baxaq. Xərçəngin sayı 11-dir. Hərəsində 4 dənə bığcıq var. Hörümçəkdə bığcıq yoxdur. May böcəyinin sayı 11-dir. Hərəsində 2 dənə bığcıq var. Ümumi nə qədər bığcıq olar? 44 üstə gəl 22, yəni 66 bığcıq saymaq olar. Doğru cavab C variantı. 9. Şəkildəki heyvanda rast gəlinmir. Şəkildəki heyvan kərtənkələdir, zolaqlı kərtənkələ. Caynaqlar biz bilirik ki, mövcuddur. Caynaqlar mövcuddur. Bu getdi. Döş qəfəsi ilk dəfə sürünənlərdə yarandı və kərtənkələdə mövcud idi, var idi. Dişlər var, kloaka sürünənlərdə var. Qırışlı beyincik isə quşlar üçün xarakterikdir. Bunlarda yoxdur. Bunlarda beyində ilk dəfə rüşey malında beyin qabığı yaranıb. Yəni, burada doğru variant Y variantıdır. 10-cu sual. Bütün məməlilərə aid olan əlaməti, bütün məməlilərə aid olan əlaməti müəyyən edin. Diri bala doğma yox, çünki ən azından yumurta qoyan məməlilər var. Yexidna və ördək burun. Deməli, bu hamısına aid deyil. Tük örtüyü balinalarda, delfinlərdə yoxdur. Deməli, bu da hamısına aid deyil. Mayalanma daxilidir. Bəli, bütün məməlilərdə mayalanma daxilidir. Doğru cavab C-dir. Quyruq var. Ən azından biz də məməliyik və bizim quyruğumuz yoxdur. Deməli, bu variant səhvdir. Gözlər yaxşı inkişaf edib. Köstəbəkdə, kör siçanda gözlər reduksiya uğrayıb. Deməli, hamısında yaxşı inkişaf etməyib. Hamısına aid variant C variantı olmuş olacaq. 11. Həm talasemiya, həm də hemofiliya xəstəliyinə aid olanları müəyyən edin. Ortaq xüsusiyyət. İrsi xəstəlikdir, bəli. Talasemiya autosom, hemofiliya cinsi xromosomlar X xromosomu ilə keçən xəstəlikdir. Geni cinsiyyət xromosomunda yerləşir. Bu hemofiliyaya aiddir. Hemofiliyanın geni X xromosomunda yerləşir. Yəni ortaq deyil. Eritrositlərin funksiyası pozulur. Bu talasemiya ilə bağlıdır. Hemofiliya qanın laxtalanma qabiliyyətinin pozulmasıdır. Bu trombositlərlə əlaqəli ola bilər. Eritrositlə əlaqəli ola bilməz. Amma talasemiyada hemoqlobin sintezində problem yaranır. Birbaşa eritrositin funksiyasını pozur. 4. Qan köçürmə zamanı bir insandan digərinə keçə bilməz. Hər ikisi. Çünki biz dedik ki, bunlar irsi xəstəliklərdir. Yəni nəsildən gəlir. Bu qan köçürtmə ilə bir insanın başqasına keçəcək bir xəstəlik deyil. Əsasən kişilər xəstələnir, hemofiliya. Çünki bu X-la keçən xəstəlikdir və cəmi bir valideynindən kişinin bunu alması kifayətdir ki, bu xəstəliyin genini alması kifayətdir ki, bu xəstəliyə tutulsun. Qaraciyər və dalaq şişir, bu isə talasemiya ilə bağlıdır. Deməli, ortaq xüsusiyyətlərimiz 1-4, yəni A variantı olmuş olacaq. 12. Hansı ifadə doğrudur? Antroponos.
Deməli, biz bilirik ki, virus xəstəlikləri iki qrupa bölünür. Antroponoz və zooantroponoz. Antroponoz sırf insanın, yəni yalnız insanın tutula biləcəyi xəstəliklərdir. Zooantroponoz isə heyvanlardan insana keçə biləcək xəstəlikdir. Məsələn, antroponoz poliomiyelit götürə bilərik, sırf insan üçün xarakterikdir. Zooantroponoz desək isə, məsələn, quş qripi heyvanlardan insana keçə biləcək bir xəstəlikdir. Daha sonra və yaxud da quduzluq. 13. Şəkildə neçə tip, neçə sinifə aid olan canlılar göstərilib? Gəlin baxaq. Deməli, birinci canlı sürünənlər sinifinin canlısıdır. İkinci suda qurda yaşayanlara aiddir. Üçüncü hara aiddir? Quşlara aiddir. Dördüncü məməliyə aiddir. Beşinci yenə hara aiddir? Məməliyə aiddir. Aha, indi baxaq. Hamısı hansı tipin nümayəndəsidir? Xordalların. Deməli, neçə tip var? Bir tip. Neçə sinif var? 1, 2, 3, 4. Bu da məməlidir, ona görə 4 dənə. Deməli, bir tip 4 dənə sinifin nümayəndəsi göstərilmiş olub. 14. Hansı ifadə doğru deyil? Baxırıq ki, hamısı arılarla bağlıdır. Ona görə gəlin bir xatırlatma edək. Biz bilirik ki, erkək arılar partenogenez yolu ilə çoxalırdı. Və partenogenez nə idi? Mayalanmamış yumurta hüceyrədən deməli, erkək fərdlərin yaranmasıdır. Yəni, burada birbaşa yumurta hüceyrə özü erkək fərdə başlanğıc verir. Amma dişi arılar olan işçi arı və ana arı normal qayda ilə, yəni yumurta hüceyrə və spermatozoidin birləşməsindən ziqotdan yaranırdı. İndi baxaq, doğru olmayan istəyir. Ziqot ana arıya başlanğıc verir. Bəli, biz dedik ki, ana arıda, işçi arıda mayalanmadan yaranır, yəni ziqotdan yaranır. Erkək arı spermatozoid əmələ gətirə bilər. Bəli, təbii ki, bu onun qametidir. Ziqotdan erkək arı yarana bilməz, doğru deyil. Çünki erkək arı mayalanmamış yumurta hüceyrədən partenogenez yolu ilə çoxalır. Yumurta hüceyrə erkək arıya çevrilə bilər. Bəli, çünki nə dedik? Mayalanmamış yumurta hüceyrədən inkişaf edir erkək arı. Deməli, doğru cavab D variantı olmuş olacaq. 15. Uzaq hibridləşmə zamanı 12 xromosomlu sperm ilə, deməli, sperm olsun 12, digərinin 7 xromosomlu yumurta hüceyrəsi mayalanmışdır və Karpochenkonun tətbiq edilib. Gəlin tətbiq edək, sonra davamına baxaq. Karpochenkonun tətbiq edəndə nə edə bilərik? Haploidləri toplayaram. Hətta belə adlandıraq N1, N2. N1 ilə N2-ni toplayaram. 12 plus 7. Bunlar 19. Və nə edərəm? 2 qat artıraram. Onlar 38. Deməli, Karpochenko tətbiq olunandan sonra nə olur? 38 olur. Deməli, indi hibridin bir yarpaq, bir sperm və bir endosperm hüceyrəsində xromosomların minimum sayı neçə olar? Aydın məsələdir ki, hibridin özü 38-dirsə, yarpaq hüceyrəsi də elə 38-dir. Sperm bilirik ki, yarısı qədərdir. Yəni, özü 38-dirsə, sperm isə 19-dur. Endospermi necə edirik? 2N diploid bitkidə endosperm 3N-dirsə, Karpochenko 4N-lik bitkidir. 4N-də X, yəni 6N-dir. Endosperm də 6N-dir. 6N-də nə qədər olacaq? Əgər bizim 2N-imiz 19 tapmışdıqsa spermdə, 6N-imiz də 19-u 3-ə vuraram, 57 olar. Və yaxud da burada 38-i bölərsiniz 4-ə, vurarsınız 6-ya. Yenə də 57 olmuş olur. İndi bunların cəmini istəyir bizdən. 38 ilə 19 57-dir. 57, 57 də 114-dür. Yəni cəmi 114.
Daha sonra 16-cı sual. 16-cı sualda bizdə yarpaqların düzülüşünə aid bir sualdır. Alma və yasəmən verilib. Heç baxmadan yazaq alma növbəli düzülüşdü, yasəmən də qarşı-qarşıya düzülüşdü. Növbəli düzülüşdə hər buğuma bir yarpaq birləşir. 10 buğumdursa, deməli 10 dənə də yarpaq var almada. Buğum arası 9 verib, nə gözəl. Zaten buğum arası buğumdan həmişə bir vahid az olur. Yasəmən qarşı-qarşıyadır. Bu o deməkdir ki, bir buğuma qarşı-qarşıya iki yarpaq birləşir. 34 yarpaq birləşibsə, 34-ü bölərəm 2-yə, 17 buğum olmuş olar. Deməli, buğum sayı nədir? 17-dir. Buğum arası bilirik ki, buğumdan həmişə bir vahid azdır. 17 buğumdursa, deməli, buğum aramız nə olacaq? 16 olacaq. ABC cəmini istəyir. 10, 17, 27, üstə gəldi 56. Bu da 43 edir. Əgər populyasiyada bir allelin rast gəlmə tezliyi verilibsə, onda Hardy-Weinberg qanununa görə digər allelin rast gəlmə tezliyi hansı düsturla hesablamaq olar? Biz burada bilirik ki, P ilə Q allelinin cəmi 1-ə bərabər idi və ikinci bir düsturu necə alırdıq? Hər iki tərəfi kvadrata yüksəltsək, bunu riyazi olaraq edə bilərik. Bunun da açıqlaması nə idi? P kvadratı üstəgəl 2PQ üstəgəl Q kvadratı bu tərəfdə 1 edir. Yəni, Hardy-Weinberg düsturunda 1, 2-dən, bir də 3-dən istifadə edə bilərik. Yəni, Y variantı olmuş olacaq. 18. Silur dövründə baş verməyib. Buğumayaqlar quruya çıxıb, bəli, onlarla bərabər mollyusklar da quruya çıxdı. İlk çən ağızlı onurğalılar meydana çıxır, bəli. Planların ot və ağac formaları yaranır, bəli. Bitkilərdə toxumalar yaranır, xeyr. Bu hansı dövrdədir? Ordovik dövründədir. Ordovik dövründə pislofitlər yaranır, pislofitlərdə isə bitkilərdəki toxuma qrupları meydana çıxır. Örtük, ötürücü və mexaniki toxuma qrupları meydana çıxır. 19. Doğru ifadələri müəyyən edin. X nüvə ola bilər. Əgər nüvəyə çıx qoyubsa, bəli, X nüvə ola bilər. Çünki bakteriya nədir? Nüvəsiz canlıdır. Y ribosom ola bilər. Y-ə plus qoyub, bakteriyada da ribosom var. Ümumiyyətlə, bu doğrudur. Ribosom ümumiyyətlə biz bilirik ki, bütün canlı orqanizmlər üçün xarakterikdir. Z ribosom ola bilər. Z-ə çıx qoyub, deməli bu ola bilməz. Çünki bakteriyanın ribosomu mövcuddur. K xlorofil ola bilər. K-ya plus qoyub, bəli, əgər fototrop bakteriyadırsa, xlorofil olar. K xloroplast ola bilər, plus qoyub və biz bilirik ki, membranlı orqanoidlərə bakteriyalarda rast gəlinmir. Yəni, xloroplast bakteriyada yoxdur, çıx qoymalıdır. Y mitoxondri ola bilər, yenə Y-ə plus qoyub və mitoxondri 2 membranlı orqanoiddir. Membranlı orqanoidlərin heç birinə bakteriyada rast gəlinmir. Ümumiyyətlə, bakteriyada ribosomdan başqa heç bir orqanoid yoxdur. Yəni, orqanoid deməyək, hərəkət orqanoidlə ağlımız getməsin. Yəni, bildiyimiz hüceyrə daxili orqanoidlərdən yalnız ribosomdur. 1, 2, 4. A variantı. Daha sonra 20. Protal və protonema. Bunların müqayisəsi çox düşür. Deməli, protal nədir? Qıcının ilkin cücərçisidir. Protonema mamırın ilkin cücərçisidir. Deməli, mamırın ilkin cücərçisidir. Protonema. Bunu qarışdıranlar necə yadda saxlaya bilər? Ma. Protonema sözü ma ilə bitir. Mamırın da başlanıcı ma ilə başlayır. Mamırın ilkin cücərçisidir protonema. Qıcının ilkin cücərçisidir protal. Haploiddir hər ikisi. Çünki hər ikisi spordan inkişaf edir. Spor da haploiddir. Ona görə bunlar da haploiddir. Qametlər əmələ gəlir. Qıcının protalının alt səthində qametlər yaranır. Amma mamırda isə qametlər yetkin fərddə yaranır. Ona görə protonemaya deyil. Fotosintez həyata keçirir.
Yadda saxlayırıq ki, hər ikisi xlorofilla malik olduğuna görə öz qidasını özü hazırlayır, fotosintezi həyata keçirir. Yəni avtotrofdular. Sap şəkilli yaşıl yosuna bənzəyir protonema. Bu da yosunlarla mamırlar arasındakı qohumluq əlaqəsini üzə çıxardır. Deməli, nə olur? 2, 4, 1, 6, 3, 5. Burada diqqətli olun. Yenə deyirəm, 2 ilə 3-ün yerinə səhv yazırlar. Birdən variantları elə qoyarlar ki, siz də ardıcıllığıyla 2, 4, 3, 5, 1, 6 götürərsiniz, səhv çıxar. 2, 4, 1, 6, 3, 5. Yəni C variantı. 21. Aha. Genotipə malik iki fərdin çarpazlaşması zamanı alınan nəsildə neçə fenotip, neçə genotip müxtəlifliyi olar? İlişikli deyil, yəni Mendel qanunlarına əsasən keçir və dominantlıq tamdır. Təbii ki, mən burada bu boydasını götürüb çarpazlaşdırası deyiləm. Nə edirəm burada? Aha. Nə edirik burada? Ayrı-ayrı çarpazlaşdırıram. Yəni, A'ları bir çarpazlaşdırıram. B'ləri bir çarpazlaşdırıram. C'ləri bir çarpazlaşdıracağım. D'ləri də bir çarpazlaşdıracağım. Aha, A'ları çarpazlaşdıraq. Biz bilirik ki, çarpazlaşdırsaq, böyük A, böyük A, böyük A, kiçik A, yenə böyük A, kiçik A və kiçik A, kiçik A almış alarıq. Həmçinin burada da böyük B, böyük B, böyük B, kiçik B, böyük B, kiçik B və ən sonda kiçik B almış olarıq. Burada zaten ikisi de eynidir. Hər ikisi yalnız böyük C allelini verir. Ona görə də yalnız bir dənə alınmış olur. Burada isə yenə də böyük D, böyük D, böyük D, kiçik D, böyük D, kiçik D və kiçik D almış oluruq. İndi baxaq. Ayrı-ayrı fenotip genotipini tapaq. Biz bilirik ki, burada üçündə də dominantlıq var və tam dominantlıqdır. Ona görə fenotip olaraq 2 dənə fenotip var. Elə hamısını istəyirsiniz noxudun sarı yaşıl üzərindən gedək. Təbii ki, sarı dominant olduğu üçün sarı olacaq. Bu da sarı olacaq, bu da sarı olacaq, bu isə yaşıl olacaq. Yəni neçə fenotip var? 2 fenotip var. Genotipinə baxın. Bir bu genotip var, bir bu genotip var, bir dənə də bu. Yəni 3 dənə genotip var. Bunlar da həmçinin elə olduğu üçün, yəni heterozigotların çarpazlaşması olduğu üçün eyni olacaq. 2 fenotip, 3 genotip. 2 fenotip, 3 genotip. Burada isə cəmi bir dənədir, bir fenotip, bir dənə də genotip. İndi fenotipi müəyyən edək. Birinci fenotipi tapaq. Nə edirik? Başlayırıq bu fenotipləri bir-birinə vurmağa. Yəni 2 vur, 2 vur, 1 vur, 2. Nə edir? 8 fenotipimiz var. Sonra genotipi hesablayırıq. 3, 3, 1 və 3. Bu nə edir? 27. Deməli bizim burada fenotip müxtəlifliyimiz 8, genotip müxtəlifliyimiz 27 olur. Yəni A variantı doğru bir variant hesab olunur. 22. İnsan və orangutan üçün ümumi əlamətləri müəyyən edin. Əmək aləti yaratmaq bu insanın xüsusiyyətidir. Bizdən nə istəyir? Ümumi. 24 qabırğaya malik olmaq. Biz bilirik ki, orangutanla insanın oxşar xüsusiyyəti 24 qabırğaya malik olmaqdır. Buna görə də döş qəfəsində hər ikisində 37 sümük mövcuddur. Primatlar dəstəsinə aid olmaq təbii ki, meymunlar da insan da primatların nümayəndəsidir. Yəni ümumi əlamət 2-3-dür. Amma davam edirik. Üst şöbəsinin beyin şöbəsindən iri olması bu meymunların xüsusiyyətidir. İnsanda beyin şöbəsi böyükdür. Ayaq tağının olması dik yeriməklə əlaqədar insanın xüsusiyyətidir.
Qarşıüstü qövs sümüyünün olması bu oranqutan xüsusiyyətidir. Müasir insanlarda bu o qədər də yaxşı inkişaf etməyib. Yəni doğru cavab 2-3. 23. Verilmiş xəstəliklərə malik insanların genotiplərindəki cinsiyyət xromosomlarının sayının artması sırasını müəyyən edin. Şerşevski-Terner 45 xromosom idi bilirik ki. Bu nə edirdik? 44 plus X idi bunun. Cinsiyyətcə qız doğulurdu, boyun əzələləri genişlənmişdi və s. Klinefelterə baxsaq, Klinefelterdə 3 dənə cinsi xromosom mövcud idi. Normalda XY olan kişilərdə bu dəfə X-in biri artıq olurdu. Nəticədə 47 xromosom olurdu. Patal sindromunda 13-cü cüt xromosomda artıqlıq idi. 13-cü cütdə autosom xromosomu olduğu üçün 44 yox, 45 xromosom olur və qızdırsa XX və yaxud da oğlandısa XY olmuş olur. Hər bir halda 2 dənə cinsiyyət xromosomu var. İndi bizdə cinsiyyət xromosomlarının artması sırasını müəyyən edin deyir. Bir dənə Şerşevski-Ternerdə cinsiyyət xromosomu var. Klinefelterdə 3 dənədir, Patauda da 2 dənədir. Yəni, necə düzürəm? Şerşevski-Terner, Patau və görürsünüz, səhv yazdım, hə. Patau və düzəldim. Aha, hə. Patau, yəni 3, sonra isə Klinefelter. Yəni 1, 3, 2 ardıcıllığı ilə olmuş olacaq. 24. Miller'in quraşdırdığı qurğunun elektrodlar yerləşdirmiş hissəsində hansı qazlar var idi? Metan, bəli, mövcud idi. Karbon qazı yox idi, oksigen yox idi, hidrogen sulfit yox idi. Bəli, amonyak da mövcud idi, hidrogen və həmçinin suda mövcud idi. Amma sonradan alimlər deyir ki, əslində o düzgün qazlardan istifadə etməmişdi. Amma yenə də Miller 1, 5, 6-dan istifadə edib. 25. Yarpaq mənşəli bığcıqlara malik olan bitkiləri müəyyən edin. Bunları öyrənmək biraz çətin olur deyə şagirdlərə. Mən həmişə bildirəm ki, noxud lərgəni biz həm də nədə keçmişik? Cüt yarpaqlarda, cüt lələkvari yarpaqlarda. Yadda saxlamaq lazımdır ki, bunlar həmçinin yarpaq mənşəli bığcıqlara malik olan bitkilərdir. Yəni, doğru cavab 3 və 6 olacaq. Noxud və lərgə. Burada üzümdür, boranıdır. Bunlar isə gövdə mənşəli bığcıqlardır. 26. Toxumla çoxalmış ikiləpəli bitkinin kök sistemində cəmi 40 kök var. Toxumla çoxalıbsa, avtomatik bir əsas kök var. Çünki toxumun düşəm kökçüyündən əsas kök yaranıb və bitkində bir dənə əsas kök olur. Kök sistemində cəmi 40 kök var. Kök sistemində başqa hansı köklər var? Əlavə kök və yan kök. Və deyir ki, əgər əlavə köklərin sayı yan köklərin sayından 2 dəfə azdırsa, yəni yan kök 2x-dırsa, əlavə kök x-dırsa, yəni 2 dəfə azdır. Bu sistemdə neçə əlavə kök var? Nə edirəm? Bir əsas köküm var, x əlavə köküm, 2x yan köküm. Cəmi nə qədərdir? 40 qədər. 1 üstəgəl 3x bərabərdir 40, x bərabərdir 13. Bu o deməkdir ki, mənim 13 əlavə köküm var və 2 vur 13, yəni 26 dənə də yan köküm var. Əlavə kökü soruşduğu üçün cavab 13 olmuş olur. Uyğunluğu müəyyən edin. Qametlər haqqında bir sualdır. İzoqamiya. İzoqamiya eyni ölçülü və eyni quruluşa malik olan qametlərdən söhbət gedir. Biz bunu yosunlarda görürük. Yosunların hansı nümayəndəsi var? Ulotrix, yəni 1-ə S. Anizoqamiya nədir? Quruluşca eynidir. Yəni ya hər ikisi qamçılıdır, ya hər ikisi qamçısızdır. Amma ölçüsünə görə fərqlidir. Adətən dişi qametlər böyük olur. Bunu harda görə bilərik? Adi şamda, yəni çılpaq toxumlarda və həmçinin örtülü toxumlarda, yəni palıdda. Biz bilirik ki, bunların hər ikisində hər iki cinsiyyət hüceyrəsi qamçısız idi. Amma dişi cinsiyyət hüceyrəsi nisbətən böyük idi. Ooqamiya insana məxsus xüsusiyyətlərdən biridir. Qamçılı kiçik erkək qametlə, spermatozoidlə, qamçısız
və daha iri qamət yumurta hüceyrədən söhbət gedir. Bunu da harda görə bilərik? Bunu görə bilərik. Bir, yaşıl quş mamırında, mamırlarda, qıcılarda ümumiyyətlə və məməlilərdə də buna rast gələ bilərik. Yəni, ev itidinə də buna rast gələ bilərik. Bir sözlə 1C, 2A'yı 3BD olmuş olacaq. Gəldik situasiyamıza. Diploid xromosom dəstinə malik adi kartof bitkisinin bir yumurtacığında gedən cinsi çoxalma prosesinin sxemi verilib. İzninizlə bu vəziyyətə gətirək ki, hamısına baxa bilək. Aha. Birinci, 28-də sxemdə 1, 2, 3 rəqəmi ilə göstərilən hissələri müəyyən edin. 1 rəqəmi ilə göstərilib toxum qabığı, 2 rəqəmi ilə göstərilib kartofdan söhbət gedir. 2 ləpəli bitkidir. Ləpə yarpaqları. 3 rəqəmi ilə isə rüşeym kökçüyü göstərilmiş olub. Bu 28. 29. Sxemdə 4 rəqəmi ilə, baxın 2 hüceyrənin birləşməsindən söhbət gedir. 4 rəqəmi ilə göstərilən hansı hüceyrələrin birləşməsidir? Bu hissədəki nədir? Spermi. Digər hissədə nədir? Mərkəzi hüceyrə. Yəni, sperm ilə mərkəzi hüceyrənin birləşməsi endospermin yaranması prosesidir. Bu hüceyrədə hər birinin xromosom dəsti nə qədərdir? Spermi N, mərkəzi hüceyrə isə 2N xromosom yığımına malikdir. Bu da 29-cu cavabı. 30. Əgər bu bitkidə 2N48 olduğunu nəzərə alınarsa, onda 2 qat mayalamadan bir lavasitə sonra, yəni birbaşa sonra 5 rəqəmi ilə göstərilən strukturda 5 rəqəmi ilə nə göstərilib? Rüşeym kisəsi. Bu strukturda hüceyrələrdə xromosomların ümumi sayı neçə olar? Biz bilməliyik ki, birinci bunun haploidini tapım, sonra mənə rahat olsun. 2N 48-dirsə, N 24-dür. Və 2 qat mayalanma gedəndən bilavasitə sonra rüşeym kisəsində nələrimiz mövcuddur? Yazaq. 1. Zigot. Bu nə idi? 2N. 2 endosperm. Bu nədir? 3N. Və 5 dənə iştirak etməyən hüceyrə. Hərəsi N-dir deyə 5N də bunların xromosom dəsti. Yəni, birbaşa sonra neçə xromosom dəsti olur? 10N. N-imiz 24-dürsə, 10N-imiz də 24 vur 10, 240 olmuş olar. Burada əsas açar söz bilavasitə sonra olmasıdır. Yəni, birbaşa mayalanma qutaran kimi, hələ orada bu 5 dənə iştirak etməyən hüceyrə qalır. Sonradan artıq onlar rüşeym kisəsinə yayılır və məhv olub gedir. Ümid edirəm ki, izah sizin üçün faydalı oldu. Fikirlərinizi şərh bölməsində qeyd etsəniz sevinərəm. Hər hansı bir təklifiniz, iradınız varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Təşəkkür edirəm.